Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Roma Dağıstanlı. Xahişən bu videonu paylaşın. Gördüyünüz gənc aşıqlar 14 yaşları var. Emin Musa qardaşları. Yanvar ayının 23-də 2026-cı ildə biz Ağdam rayonunda olduq Bikəstiv ailədə. Evləri bərbat gündə idi. Yüngülvari vəsait lazım idi. Çimən qarışıq bir 10 dənə müğənni yığdım, mərkəzi müğənnilər yığdım, məşhur müğənnilərdən paylaşmışam. 2-3 dənə də bəy müğənnisi yığdım. Qalan xanımlar oldu. Dərhal hamı kömək elədi, dərhal. Xanımın ev yəsini, xanımın kartını atdıq müğənnilərə, hamı həmən ailəyə dəstək oldular. Bir-iki bəy müğənni var. Prosta adınızı çəkə bilmirəm, mən utanmam, özümdən utanmam, sizdən yox. Özümdən utanmam ki, mən sizin adınızı niyə çəkirəm ki? Bu gənc aşıqlara baxın, bir balaca ibrə götürün. Söz verəndə sözünüzü əməl eləyin. Əgər söz verib əməl elə bilmirsinizsə, bu sözü ağzınıza almayın. Bildiniz kimi, bilirlər mən kimi deyirəm. Adınızı bir yaxında efirdə açıqlayacağım. Baxın bu gənc aşıqlara baxın. Baxın da bu aşıqlara baxın, görün. Sizin nəticaz yaşıddadır. Bunlar atdığı addıma baxın, ailəyə dəstək oldular. Amma siz, bəzi iki müğənni var, söz verib əməl eləməyənlər. Mən Roma Dağıstanlı. Söz verirsinizsə əməl eləyin. Söz verib əməl eləyə bilmirsinizsə o sözü ağzınıza almayın. Siz də bu xalqın şöhrətinə şan-şöhrətə sahib olursunuz. Bahalı maşınlar sürürsünüz. 5 manat qazansan nə olar? 1 manat yoxsulluğa ver də dəstək ol. Mən Roma Dağıstanlı.